Salamlayıram hər birinizi. Görüntüdə gördüyünüz daş yarpızı digər adı ilə pişik nanəsi olan bitkimiz haqqında faydalı məlumatlar verməyə çalışacağam. Bitkimizin elmi latın adı Nepeta Catarrhea, beynəlxalq səviyyədə qorunan mərkəzi tibb kitabxanasında 433 klinik və laborator araşdırmaları rəsmi olaraq qeydə alınmışdır. Bu araşdırmalara söykənərək faydalarını sıralasaq, ilk öncə sedativ, sakitləşdirici, rahatlaşdırıcı, yüngül yuxu gətirici, nevroloji narahatçılıqlara qarşı, epileptik tutmalara qarşı faydalı olduğu görülmüşdür. Bundan əlavə mədə-bağırsaq spazmları, şişkinlik, köpkünlük, həzm etdirici, ürək bulanma və qusma hissinə qarşı, uşaqlarda kolik qaz sancısına qarşı faydalı olduğu bilinməkdədir. Digər faydaları isə yüngül ağrı kəsici, baş ağrısı, reql sancılarını yüngülləşdirici, bəlğəm gətirici, soyuq dəymə simptomlarını yüngülləşdirici, mikrob yükünü azaldıcı, yüngül sidik qovucu, döl yatağı əzələlərini ayıldıcı, yəni adət başladıcı bir bitkidir. Bu arada hamilə xanımların bu bitkinin istifadəsindən uzaq durmaları məsləhətdir. Daş yarpızı bitkisinin laborator araşdırmalarda tərkib maddəsi antibakterial, antifungal, göbələk əleyhinə, antiviral, bəzi viruslara qarşı öldürücü olduğu müşahidə edilmişdir. Daş yarpızı bitkisinin özü və eterik yağı güclü həşərat qovucudur, tarakan və ağcaqanadlara qarşı çox təsirlidir. Bitkimizin xaricən kompresi isə dəri iltihabı və eroziyasına qarşı yüngül yara sağaldıcı təsirləri ilə bilinir. Sonda hamilə xanımlar və süd verən analar bu bitkinin istifadəsindən uzaq durmaları məsləhətdir. Yüksək dozlarda qəbulu, uyuşuqluq, baş gicəllənməsi və təzyiq düşüşləri ilə müşahidə oluna bilər. Bu bitkiyə pişik nanəsi deyilməsinin səbəbi də var. Bitkiyə yaxın olan pişiklərdə aşırı oyanıqlıq, saldırğanlıq, aqressiya və xoşbəxtlik halları görülə bilir. Bitkimizin istifadəsini açıqlama bölməsində qeyd edirəm. Suallarınız varsa şərh bölməsində yaza bilərsiniz. Çox sağ olun. Allah amanında.